Bura adi bir bina kimi görünə bilər. Kənardan baxanda hər şey qaydasında, sadə, sakitdir. Amma bu divarların arasında bir igid, Fariz Şıxəliyev dünyaya gəlib. Onun ilk addımlarını, ilk arzularını məhz bu qapılar eşidib, bu qapılar görüb. Bugün biz onun evinin qarşısındayıq. O, ailəsinin sevimli övladı, övladının yaxşı atası, döyüş yoldaşlarının arxalı giziri, vətən üçün isə əbədi bir qəhrəmandır. İndi isə şəhidimizin xatirəsinə əsr olunan video çarxı izləyək. Daha sonra qaldığımız yerdən davam edəcəyik. Gizir Şıxəliyev Fariz Şahverdi oğlu 10 dekabr 1987-ci ildə Xabarovski vilayətində anadan olmuşdur. 1994-2004-cü illərdə Şamaxı rayonunun Qaravərli kənd tam orta məktəbini bitirmişdir. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi Tibb Fakültəsinə daxil olmuşdur. 2011-ci ildə felçer ixtisasını bitirmiş və gizir hərbi rütbəsi alaraq Beyləqanda yerləşən eyni saylı hərbi hissənin tibb məntəqəsində felçer kimi fəaliyyətə başlamışdır. 2012-ci ildə Ağcabədi rayonunda yerləşən digər eyni saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2014-cü ildən etibarən xüsusi təyinatlı qüvvələrdə xidmət etmişdir. 2016-cı il aprel döyüşlərində Talış istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Nümunəvi xidmətlərinə görə yubiley medalı, silahlı qüvvələrin 95 illiyi, 2-ci və 3-cü dərəcəli qüsursuz xidmət medalları ilə təltif olunmuşdur. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayandan etibarən Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 27 oktyabr 2020-ci il tarixində Xocavənd-Şuşa, Çanaqçı kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Ailəli idi. Bir oğul övladı bizlərə əmanət qalmışdır. Döyüşlər zamanı 2 erməni polkovnikini əsir götürmüş, 11 düşməni məhv etmiş və 3 hərbi texnikanı qənimət olaraq ələ keçirmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şıxəliyev Fariz ölümündən sonra Azərbaycan bayrağı ordeni, Vətən uğrunda medalı, Cəsur döyüşçü medalı, Cəbrailin azad olunmasına görə medalı, Füzulinin azad olunmasına görə medalı, Xocavəndin azad olunmasına görə medalı, Qubadlının azad olunmasına görə medalı, Kəlbəcərin azad olunmasına görə medalı, Vətən müharibəsi iştirakçısı medalı və şücaətə görə medalı ilə xidmət dövründə ümumilikdə 12 medal və 11 fəxri fərmanla təltif edilmişdir. Şəhidlər ölməz, vətən isə bölünməz. Ruhun şad olsun igidim. Farizin cəsarəti, mərdliyi yəqin ki ailədən, xüsusilə də atadan gəlir. Əvvəlcə sizi tanıyaq. Kimdir Farizin atası? Şahverdi Şıxəliyev, şəhid Farizin atasıyıq. Farizin vətən sevgisi sizcə hardan başlayırdı? Onu hərbiyə aparan yol hardan başladı? Onu da qeyd edim ki, mən özüm də hərbiçi olmuşam. 27 il vətənə xidmət eləmişəm. O vətən pərvərlik elə ailədən götürübdür. Mən o davamçım olubdur. Onun şəhid olduğunu necə eşitdiniz? O an nələr keçdi qəlbinizdən? O müharibə gedən ərəfədə bizimlə həmişə əlaqə saxlayırdı. Son dəqiqədə, son axşam xeyli danışdıq. 2 gün sonra zəng çatmadı. Sonra axşam saat 9-da bir xəbər eşitdik. Çox sarsıntı keçirdi, çox təsir elədi. Axşam saat 10 radələr olardı. Yoldaşına zəng gəldi. Bir yerdə idi, bizdə olurdular.
Sonra dedi ki, yaralanıbdır. Sonra mənim nömrəmi vermişdilər, məni əlaqə saxladılar ki, sabah Horadizdə olun, xəstəxana hospitalda. Mən də elə gecə ilə çıxdım, səhərsi gün getdim, hospitala çatanda, Horadiz hospitalında. Orada öyrəndim ki, şəhid olub. Orada şəhid olanlardan hamısı bir-bir göstərirdilər. Mən onu tanıdım. Ayaq götürdüm, gəldim, Şamaxı Şəhidlər Xiyabanında dəfn elədik. Dəfn olan gün onun balaca əlində hələ 3 ayı tamam idi. 3 aylıq uşaq idi həmin gün. 3 ay tamam olurdu. İndi hal-hazırda onun 5 yaşı tamam olur bu gün. Fariz hərbiçi olmuşdu, eyni zamanda xüsusi təyinatlı qüvvələrə qəbul olmuşdu. Bizə onun hərbiçi həyatından bəhs edə bilərsinizmi? O 2006-2008-ci ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin hərbi tibb fakültesinə qəbul olmuşdur. 2 illik tibb təhsili almış və gizir rütbəsi verilmişdir. O gizir rütbəsi alandan sonra Beyləqan rayonunda yerləşən Ensali hərbi hissədə tibb məntəqəsində felçer vəzifəsində çalışmış. Sonra könüllü olaraq Ağcabəddə ön xəttdə yerləşən hərbi hissədə könüllü olaraq xidmətini orada davam etdirmişdir. Nəhayət ki, 2014-cü ildə Cəlilabad şəhərində yerləşən xüsusi təyinatlı hərbi hissə yaradılmışdı. Öz könlü ilə ora qəbul olmuşdu, imtahan verib qəbul olmuşdu. Ömrünün axırına qədər orada, şəhid olana qədər orada xidmət eləmişdir. 2016-cı ildə aprel döyüşlərində də iştirak eləmişdir. Bu şəhid olana qədər bir neçə medallarla, fərmanlar təltif olunmuşdur. Şəhid olandan sonra çoxlu medallarla təltif olunmuşdur. Nəhayət 2020-ci noyabr ayında hörmətli prezidentimizin sərəncamı ilə Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur. Farizlə bağlı bir anınız varmı ki, hələ də düşünəndə həm gülümsüyür, həm də duyğulanırsınız? Şıxəliyevə Günay Şahverdi qızı, şəhid Farizin bacısıyam. Mənim qardaşımla uşaqlığımız bir yerdə keçibdi. O tək mənim qardaşım deyildi, o mənim həm sirdaşım. Bütün dərdlərimi, sirlərimi onunla bölüşürdüm. Onunla xatirələrim çoxdur. Danışsam bitməz, tükənməz. Çünki uşaqlığımız bir yerdə keçibdi. Bütün sirlərimizi bir-birimizlə bölüşürdük. Bacı kimi onunla son görüşünüz necə idi? Qardaşım müharibə gedən ərəfədə Şamyanda, Goranboyun Şamyan kəndində birinci vuruşurdular. Orada bir müddət vuruşandan sonra onları Füzuliyə göndərdilər. Bu ərəfədə biz onunla danışırdıq. Hər gün danışırdıq. Gündə 2 dəfə, 3 dəfə əlaqə saxlayırdıq. Bu ərəfədə gəlib oradan Goranboydan Füzuliyə gedən vaxtı zəng elədi ki, görüşmək istəyirəm, görüşək. Getdi, görüşdü, uşaqlar getdi, görüşdü. Mamam görüşmək istedi. Mənə dedi ki, mamamı qoyma görüşməyə. Çünki o çox dözə bilməyəcək. Mamam çox sarsıntı keçirdirdi, çox ağlayırdı. Görəndə pis olacaqdı. Mamam həyəcanlanmasın deyə mamama deyirdi ki, o gəlməsin. O getdi Füzuliyə. Oradan hər gün danışırdıq biz. Son şəhid olan gündən bir gün öncə ailəvicəsinə hamımız bir yerdə idik. Hamımızla danışdı. Atamla, anamla, yoldaşı ilə. Uşağın hər dəqiqə uşağını soruşurdu. Hər an kimlə danışırsa danışsın. Atadan ayrı soruşurdu, anadan ayrı uşağını soruşurdu. Mənlə danışdı. O qədər həyəcanla, qaça-qaça harasa elə bir tələsirdi. Topun, tüfəngin səsi gəlirdi. Həmişə deyirdi ki, özünü qoru, deyirdi, narahat olmayın. O bizə deyirdi, siz özünüzü qoruyun. Deyirdim, nə xəbərdə, yəni bitmək, deyirdi, qələbə bizimdir. Bir onu vurğuluyordu ki, həmişə qələbə bizimdir, narahat olmayın, özünüzü qoruyun, Allaha əmanət olun. Qaça-qaça o qədər onun səsi, hələ indiyə kimi onun səsini mən onu unutmamışam. Qaça-qaça həyəcanla, tələsə-tələsə qısa hərəmizlə bir kəlmə danışdı ki, oradan onu kimsə çağırdı, dedi, Fariz gəl, dedi, gəlirəm, narahat olma. Bu ərəfədə elə bir top, tüfəng nətər atıldısa, o özü də elə bir o səsi biz eşitməyək deyə, mən eşitməyim deyə tez sağollaşdı ki, sağ olun, mən getdim. Ondan bir gün sonra şəhidlik zirvəsinə ucaldı, şəhidlik xəbərini gəldi. Onun şəhid olması düzdür, fəxr edicidir, qürur vericidir, vətən yolunda canını veribdir. Amma bizim üçün çox pisdir də, yəni biz canımızdan can itirmişik.
sir yoldaşımızı itirmişik. Atam oğlunu itirib, anam o cür balasını itirib, həyat yoldaşı onun həyat yoldaşını, ömür gün yoldaşını itirib, uşaq oğlu öz atasını itirib, atasız böyüyür. Hələ də elə bir ki, atası gələcək. Tüm günü dilində ancaq atadır. Yəni çox təsir elədi bu qardaşımın getməsi, bizim elə bir həyatımızı məhv elədi. Amma qürur vericidir. Bugünkü günü bir şəhid bacısı kimi qürurlanıram. Bugün mən şəhid İşğaliyevin bacısıyam. Hara getsəm başım dik. O bizi hər anıyla, hər halımızla o bizi qoruyur, o bizi görür. Onun adı bizə hər an fəxrimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim də qardaşım onların içində ruhları şad olsun. Siz də çox sağ olun. Əziyyət çəkib gəldiyiniz üçün təşəkkür edirik. Bəzən bir insan ömürlük bir sevginin simvoluna çevrilir. Fariz də sizin üçün elə idi. Əvvəlcə sizi tanıyaq. Kimdir Farizin yoldaşı? Mən İşğaliyeva Fərqanə. İşğaliyev Farizin yoldaşıyam. Xüsusi təyinatlı, 14 ilin xüsusi təyinatlısı. Cəsur, mərd, qorxmaz. Müharibəyə gedəndə sentyabrın 26-sı mən ona sual verdim ki, müharibə olur, dedi yox olmayacaq. Amma halbuki təlimlər gedirdi, o mənə demədi. Mən sual verdim ki, müharibə olsa bəs nə olacaq? Dedi ki, müharibə olsa biz gedəcəyik ki, bizim uşaqlarımıza qalmasın. Yəni, bir anlıq insan pis olur, amma inanmırdım ki, müharibə olar. Getdi, görüşdü, getdi. Uşağı bir saat gördü. Amma çox acılı, çox nə bilim, o qədər o sevinçlə, o qədər o ürəklə uşağı gözləyirdi, uşağın oynamağını, onun nə bilim, hər bir şeyini maraqla gözləyirdi, amma qismət belə oldu. Sentyabrın 26 günü müharibəyə gedib. Bizlə görüşdü, amma bizə müharibə olduğunu bildirmədi. O bununla görüşdü. Elə bil ki, Əli o qədər ağladı ki, o getdiyinə saat 5 idi. Səhərə yaxın 5 idi. Əli o qədər ağladı. Əlini mən 2-3 saat sakitləşdirə bilmədim. Əli hədsiz aşırı ağlayırdı. Və sonra biz anagilə getdik, yəni qaynanamgilə getdik. Ora getdik. Bibisi də gəlmişdi, baldızım da gəlmişdi ora. Biz hamımız oradaydıq. Əli elə bil ki, Farizin şəhid olduğu günü, Əli 2-3 gün gecə səhər-gün yatmadı. O qədər ağlayırdı. Sanki hiss edirdi ki, Əli ki, atası şəhid olub. Bibisi dedi ki, bunun ağlaması nəsə bir xeyr əlamətə oxşamır. Uşaq çox körpədir, bu belə ağlaması. Elə bil ki, bizim, nə bilim, hissimizi mi deyim. Sonra mən biraz çox pis oldum. Halım çox pis dəyişdi. Bizlə danışırdı tez-tez telefonla. Hər dəfə əlinə soruşurdu, yemək yeyib yatıb, necə yemək yaxşı yeyir. O ancaq Əli ilə maraqlanırdı. Əlinin, elə bil ki, Farizin bir gün şəhid olmuşdu, bir gün qabaq. Əli aşırı qışqırırdı, sabaha kimi yatmadı, nə bizi qoydu yatmağa, nə özü yatdı. Ana biraz qorxurdu ki, uşağın ağlamağı məni vahəmələndirir. Yəni bu nəsə bir olduğunu bildirir. Bizə 26-sı zəng danışdıq biz, oktyabrın 26-sı biz telefonla danışdıq. Saat 2-də bacısı ilə, anası ilə, mənlə, atası ilə, qardaşı da hərbiçidir, kapitandır. Qardaşı ilə, hamı ilə danışdıq. Qardaşı onda işdə idi, hərbiçidə işində idi. Bizdən 2 saat sonra o şəhid olub, amma biz həmən günü bilmədik. Həmin axşamdan halım çox pisləşdi. Nə bilim, təsəvvür edə bilmək. Sabahsı günü saat 28-i, saat 10-da mənzək gəldi. Ki, yoldaşımız yaralanıb. Mən, yəni, nə bilim, dilim tutuldu. Dedi ki, bizə qayıtavız lazımdır, nömrəmiz, bizim nömrəmiz yazılıbdır. Mən ataya dedim, ata zəif oldu. Dedilər ki, yaralanıb. Ana necə belə bir səsi, o qədər onun səsi qışqırtı təsəvvürlərim qulağımdan getmir ki, mənə dedi ki, sən də mən də bədbəxt olduq. Nə bilim, bacısı həmən gün rayona getmişdi. Mən dedim, getmə. Həmən gündə getdiyi gündə xəbər gəldi, geri qaydası oldu. Həmən günü getdiyi günü geri qayıtdı. Bizə birini dedilər ki, yox, onda koronaydı deyə şəhid olduğunu hər dəfə deyə bilmirdi. Çox adam bir yaralı olduğunu bildirdilər. Qaynanam dedi ki, çox xahiş edirəm, sizdən xahiş edirəm. Biz bilək ki, şəhid olub, yaralıdır. Dedilər ki, yox, yaralandı. Qaynanam əl çəkmədi ki, yəni ana ki, mən bilməliyəm də şəhid olub. Ondan sonra ananın səsi, nə bilim, deyiləsi. Əliyə baxdım, özümə baxdım, evə, anaya baxdım, nə bilim, həyatın son nöqtəsi. Biz 1 il evli olmuşuq. Çox çətindir.
düzdür, qürur hissidir. Şəhid yoldaşıyam, başı dikəm, oğlumun başı dikdir, şəhid evladıdır. O şəhid yoldaşı olaraq da şəhidin adını da yüksək tutmaq lazımdır. Şəhidin oğlu olaraq da atasının adını yüksək tutmalıdır. Yəni çalışdığımız qədər atası, anası, bacısı, qardaşı, yoldaşı olaraq mən borcumdur. Oğul olaraq əlinin borcudur ki, biz onu həmişə yüksək tutaq. Həmişə mən Əliyə deyirəm ki, bibisi deyir ki, bəs əlini çox atasına bağlı eləmişsən. Deyirəm ki, bəs mən bunu yoldaş ana olaraq etməliyəm ki, sabah mən həyatda olmayanda onun uşaqları onu etməlidir. Görə-görə yaşamalıdır. Yox, mən onu etməsəm, axı o unudular, biz axı onu unutsaq. Yəni, mümkün deyil. Hər deyirəm, son günümə kimi mən Farizin hər dəfə, hər bir anını anacam. Oğlu da ki, şükür Allaha çox gözəl tanıyır atasını, atasını çox sevir. Mən nəsə olur ki, əsəbləşirəm, atama deyəcəm. Mənim atam var, mənim babam var. Babasını o qədər çox sevir ki, mənim babam var. Əvvəl babanı ata bilirdi, başa düşmürdü. Həm babamdır, həm atamdır deyirdi. Sonra başa saldıq ki, bəs ata şəhid olub, babadır. İndi başa düşür, 5 yaşı var, anlayır ki, bu babadır. İndi məsəl üçün əmsini başlayır ünsiyyət qurmağa, əvvəl ünsiyyət qurmurdu. Bibisi ilə ünsiyyət qurur. Məsəl üçün deyir ki, mən bibimgilə getmək istəyirəm. Əvvəl amma getmirdi. İndi deyir ki, mən bibimgilə getmək istəyirəm. Onu uşağı yönləndirmək lazımdır, uşağı başa salmaq lazımdır. Uşağı atası yoxdur, yəni şəhid olub. Uşağı bir tərəfli etmək mən istəmirəm qəti şəkildə. Uşağımın heç vaxt psixologiyasına toxuna bilmərəm. Mən üçün də xoş olar ki, atasını, anasını, bibisini, əmsini tanısın. Çünki onun bir bibisi var, bir əmisi var. Yəni çox böyük bir də qohumları yoxdur ki, onu deyim ki, yəni o ən azından evdə bir növrəsi sağlam olmalıdır ki, o sağlam uşaq olsun, fikirləri düzgün olsun. Gələcəkdə ailəsinə sağlam fikirlər yönəlsin ki, mənim atam uşaqlarını atasının haqqında bildirsin, uşaqlarını atasına yaxşı tanıtmağı bacarsın. Yəni unutmaq olmaz. Yəni unutmağı mən istəmirəm. Çünki nə bilim, həm mən bir arada yuxumda görürdüm, 2-3 dəfə bir bacısından çox narahat idi o. Bacısı üçün çox narahat idi. Bacısının yoldaşı 2020 aprelin 25-i rəhmətə gedib, hərbiçi idi, pensiyaya çıxmışdı, amma çıxa bilmədi. Ondan da oktyabrın 29-u yoldaşım şəhid gəldi. O qədər bacısından narahat idi ki, yəni günah necə olacaq, o qədər düşüncəsi ancaq günah necə olacaq. Son bir 10 gün, 15 gün ərzədə mən yuxuda gördüm ki, mənə deyir ki, mən səndən çox razıyam ki, sən bacımdan çox yaxşısan, mən səndən çox razıyam. Onun özü bir, nə bilim, başqa bir duyğudur. Deyirlər, əslində şəhidlər bilmir, amma bilir, görür. Mən istəyirəm ki, onlar bilir, hər şeyi görür. Nəsə edəndə təmiz vicdandan etmək lazımdır ki, o şəhidlərin ruhu inciməsin, şəhidlər narahat olmasın. Ən azı hər bir şeyində. Yəni, çox vicdanlı olmaq çox yaxşı idi. Ən azından onlar vətən uğrunda, torpaq uğrunda. Onlar bu yolu istəyib seçiblər. Özləri istəyiblər, seçiblər. Onların qorxmazlığıdır. Atasından irəli gəlir. Atası hərbiçi olub, qardaşı hərbiçidir. Bacısının yoldaşı hərbiçidir. Yəni, mən qürur duyuram ki, Şəxəliyə Farizin yoldaşıyam. Yaxşı ki, bir ildə olsa, az da olsam, elə bil ki, 100 ilə bərabər evliliyimiz var. Çox şükür ki, mən ona evliyəm. Düzdür, hər şeyimiz yarıda qaldı, amma yarıda qalmış kimi davam etmirəm. Yəni, var kimi. Nəsə edəndə var kimi edirəm. Yəni, bu da mənim borcumdur. Bugün övladınıza atası ilə bağlı nələr danışırsınız? Mən öncə yoldaş olaraq, sonra ana olaraq mənim borcumdur ki, oğluma atasının igidliyini, mərdliyini danışmaq, onu başa salmaq. Əlişqan 3 ay tamam gün atası şəhid olub. Əlişqan da heç nə başa düşmürdü ata. 6 aylığında ilk dəfə idi ki, Əli ata deyirdi. Halbuki ata ayaqda uşaq danışmır, amma Əli ata deyirdi. Və hər il Əli ad günündə ilk dəfə atasını ziyarət eləyir, atasının hədiyyəsini aparır. Və atasının orada, atasının kimsə nəsə olanda deyir ki, atam var mənim var, atam gələr. Nəsə istəyirsə o hədiyyə, mən onu alıram, o yatanda ona gizli sürpriz deyirəm ki, ata göndərib. Özü gələ bilmir, deyir, atam işlə bağlı gələ bilmir. Deyirəm, hə. Son 1-2 aydan biz Şuşaya getdik. O Şuşanın o dağlı yollarında oğlum sual verdi ki, atam heç vaxtı demirdi ona, atam burada şəhid olub. Atam burada, mən dedim, hə, biraz çox belə pis oldu, çox belə kövrəldi, bir az ağladı. Sonra dedi ki, atam tək şəhid olmayıb ki, atamın dostlarından şəhid olub atam.
Orada biraz hamı ağladı, biraz hamıya pis təsir elədi. Yəni o uşağın bibisine də deyir ki, atam mənim var, atamı çox istəyirəm. Bibi atam mənim yəni şəhid olub. Fariz Şıxəliyev görünməyən sərhədlərdə səssiz addımlarla irəliləyən, vətən eşqi ilə yaşayan bir igid. O, düşünmədən torpaq uğrunda can verən, amma adı hər zaman yaddaşlarda qalan bir şəhiddir. Ən gözəl yaşlarını, ailəsini, övladını vətənə əmanət etdi. Biz bugün tək bir şəhidin hekayəsini yox, eyni zamanda böyük bir xalqın hekayəsinə toxunduq. Bu xatirələri bölüşmək bizim üçün yalnız jurnalist borcu deyil, eyni zamanda vətəndaşlıq şərəfidir. Sağ olun, salamat qalın. Növbəti buraxılışımızda başqa bir qəhrəmanın həyat yolunu işıqlandırmaq ümidi ilə.